أليس الله بكاف عبدا. Bismillah, elhamdülillah ve salatu ve selamu ala Resulillah, əmmə bə'd. Dəyərli qardaşlar və bacılar, Hafiz Ən-Nəvavinin 40 hədis kitabından ikinci hədisin, yəni Cibril hədisinin, məşhur Cibril hədisinin şərhi ilə tanış olmağa davam edirik. Biz hədisi oxuduq, onun şərhi ilə qısa tanış olduq və bizə buradan məlum oldu ki, deməli suallar müxtəlif olur. İnkar edici suallar var, təsdiq edici suallar var, bəzən cavabına ehtiyac duyulmayan bədii suallar var. O nöqteyi nəzərdən bu hədisdə də gördüyümüz Cəbrail aleyhisselamın Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə verdiyi suallar sırf təlim-tədris xarakteri daşıyır, tələbələrin, öyrənənlərin diqqətini çəkmək və onları öyrətmək məqsədi ilə olan təsdiq edici suallardır. Bu da eyni zamanda ona dəlalət eləyir ki, İslam şəriətinin ədəbləri olaraq bir insan əslində öyrətmək məqsədi ilə özü bildiyi, özü cavabını bildiyi sualları da müəllimə, öyrədən kəsə yönəldə bilər. Bir daha vurğulayıram, digərlərini tənbih etmək və onları öyrətmək məqsədi ilə. Bu şərən icazəlidir. Bu hədis gördüyünüz kimi çox əzəmətli hədisdir, olduqca əhatəlidir. İbn Həcər Əsqalani, Allah ona rəhmət eləsin, buyurur ki, bu hədis elə böyük bir xəzinədir ki, hər hansı bir şəkildə şəriətin bütün detalları bu hədisə qayıdır. İstəyir müstəhabatlar olsun, yaxud vacibatlar olsun, dilin sözü, qəlbin sözü, zahiri əməllər, batin əməllər hamısı ya İslam, ya iman, ya da ihsan mərtəbəsinə daxil olur və onun dairəsinin içinə daxil olur. Və buyurur ki, davamında hər kim bu hədisi yaxşıca dərk etsə, əslində öz təsəvvüründə İslamın geniş xəritəsini cızmış olar. Həmçinin bu hədisin İslam elmindəki yeri o qədər uca və alidir ki, İslam alimləri bu hədisi Ummus Sünnə, sünnənin anası adlandırıblar. Necə ki, Quran-ı Kərimin məzmununun əsasını icmali şəkildə Fatihə surəsi özündə ehtiva etdiyi üçün ona Ummul Quran, Quranın anası deyiblər. O nöqteyi nəzərdən Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sünnəsini, İslam şəriətini icmali şəkildə özündə təlxis etdiyi üçün bu hədisi də Ummus Sünnə, yəni sünnənin anası adlandırıblar. Həmçinin qeyd etmək lazımdır ki, Cəbrail aleyhisselamın bu hədisdə zikr olunan gəlişi əslində vəhyin bir növüdür. Biz bilirik ki, Peyğəmbərlərə vəhiy müxtəlif surətdə, müxtəlif formalarda gəlir. Bəzən vəhiy yuxuda gəlir, bəzən Peyğəmbərin qəlbinə Allah subhanahu wa ta'ala vəhyi birbaşa yerləşdirir. Bəzən Cəbrail aleyhisselam öz surətində görünür. Bəzən isə bu hədisdə və qeyrilərində olduğu kimi Cəbrail aleyhisselam bir insan surətində gəlir. O nöqteyi nəzərdən etibarı almaq lazımdır ki, əslində bu gəliş və təlim bu bir vəhiydir. Gəlir Cəbrail aleyhisselam nə edir? 5 sual ilə sahabələrə dinini öyrətməyə gəlir. İslam nədir? İman nədir? İhsan nədir? Qiyamət saatı nə vaxtdır? Hansı ki bunun cavabı verilmir və yaxud da deyilir ki, bu bilinən şey deyil və qiyamətin əlamətləri. Və bu hədisdə subhanallah alimlər saysız hesabsız elm məclisinin və zikir məclisinin ədəblərini çıxardıblar. Yəni saymaqla bitməz. Sadəcə biz bunları icmal etməyə çalışırıq. Məsələn, Cəbrail aleyhisselamın bu təlimi sual-cavab üsulu ilə etməsi. İslam şəriətində necə alimlər öz dərs üsulunda bu üslubdan istifadə edib və müvəffəq olublar. Çünki müəllim tələbəyə sual verərkən, yaxud ortaya bir sual qoyarkən artıq qəlblər oyanır. Diqqətlər mərkəzləşir. İnsan artıq cavabı gözləyir. Bu çox mühümdür. Həmçinin Cəbrail aleyhisselamın gözəl, təmiz paltarda gəlməsi, saç-saqqalı düzənində olması zikir və elm məclisinin ədəblərindəndir. O cümlədən Cəbrail aleyhisselamın burada yüksək ədəb nümayiş elətdirib, məlumatları sahabələrə özü ötürməyərək, hər şeyi öz yerinə qoyub, hər kəsi öz vəzifəsində görüb, onlara göndərilmiş Peyğəmbərin vasitəsilə öyrətməsi çox təqdirə layiq və diqqət çəkən bir faktordur. Buna əhəmiyyət vermək lazımdır. Həmçinin Cəbrail aleyhisselamın Peyğəmbərimizlə sallallahu aleyhi və səlləmlə mükəmməl bir şəkildə müəllim-tələbə münasibəti qurması,
alimlərin dizinin dibində oturmaq, alimlərin dizinin dibindən çıxmaq məfhumu İslam mədəniyyətində təsadüfi deyil. Cəbrail aleyhisselamın burada müəllim qismində olan Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin dizinin dibində oturması məhz bunun təcəllisidir. Həmçinin yaxınlıq, səmimiyyət, ehtiram əlaməti olaraq əllərini onun dizlərinin üstünə qoyması. Bunlar hamısı faydalardır. Saymaqla bitməz, alimlərimiz necə gözəl faydalar çıxardıblar bu hədisdən. Eyni zamanda zikir və elm məclisinin ədəblərinə və üsullarına dair səsləndirilmiş çox lətif, incə bir fayda. Allah subhanahu wa ta'ala eyni şeyləri Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə vəhy edib, hansı ki vəhyi zaten Cəbrail aleyhisselam adətən gətirir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bunu səhabələrə tədris edə bilməzdimi? Bütün şəriətin üsulunda olduğu kimi. Lakin Cəbrail aleyhisseləmin bu qədər mühüm məlumatları, dinin əsaslarını sahabələrə çatdırmaq üçün insan surətində şəxsən gəlməsi və gözlə görünən əyani surətdə zühur edib sahabələrə bu hadisəni öz gözlərində göstərməsi, təlim və tədrisdə əyani vəsaitlərin istifadə olunmasının ehtiyacından və faydalarından bizə xəbər verir. Alimlərimiz bax bu faydanı buradan çıxardıblar. Şagirdləri başa salarkən, tələbələrə tədris edərkən deyiləcək şeylər, ötürüləcək məlumatlar əyani surətdə olanda, hər hansı bir vəsaitlərlə göstəriləndə yaddaşlarda daha dərin yer eləyir və fəhmlər onu daha yaxşı mənimsəyir. Həmçinin bu hədisdəki ən mühüm faydalardan biri sual verməyin əhəmiyyətidir. Hansı ki, əziz izləyicilər, qeyd etmək lazımdır ki, bu hədisdəki faydaları saymaqla bitən şey deyil. Alimlərimiz bu hədisdən saysız hesabsız faydalar çıxardıblar. Biz dediyimiz kimi sadəcə ümumi fəhm olsun deyə və hədislə ümumi tanışlıq olsun deyə icmali şəkildə bu faydaları zikr edirik. Sual verməyin əhəmiyyəti öyrənməkdə və təhsildə burada gündəmə gəlir. Rəvayət olunur ki, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin əmisi oğlu, sahabələrin alimlərindən, Tərcümanul Qur'an, yəni Qur'anın danışmanı, Qur'anın katibi ləqəbli İbn Abbasdan soruşurlar tabinlər ki, sənin elmin bu səviyyəyə necə gəldi çatdı? O deyir ki, bilisanin səul və biqalbin aqul. Çox sual verən bir dil və çox düşünən qəlblə. Həmçinin İmam Zuhri rahimehullah deyir ki, elm bir xəzinədir. O xəzinənin açarı soruşmaqdır. Bu nöqtə nəzərdən sələflərimiz deyiblər ki, iki qism insan var ki, onlar elm öyrənə bilmir. İki qism insan var ki, onlar elm öyrənə bilmir. Onlar məhz sual verməyən adamlardır. Hansı səbəblərlə? Bir insanın sual verməyinə, öyrənməyinə mane olan səbəblər nədir? Həya və təkəbbür, yaxud utancaqlıq və təkəbbür. Xüsusilə elmdə bunlar olmamalıdır. Təkəbbür zaten böyük günahlardandır. Təkəbbür heç bir müsəlmana, heç bir insana yaraşmır. Həya gözəldir. Həya bəyəniləndir. Lakin həyanın da qadağan olunduğu, hətta haram olduğu yerlər var. Elm öyrənməkdə həya nümayiş elətdirmək artıqdır. Bu qadağan olan həyadır. Elm öyrənməkdə utancaqlıq. Ona görə olmamalısan sual verəndə. Nə təkəbbürlü, nə də utancaq. Soruşmalısan. Həmçinin bu hədisin bizə verdiyi ən böyük, ən möhtəşəm faydalardandır ki, bütün alimlər bu hədisin şərhində bunu qeyd edirlər. İslam və iman məfhumlarının anlayışı və fərqi. Əslində, İslam elə imana da dəlalət eləyir. Çünki İslamsız iman mümkün deyil. O yüzden alimlərimiz buyururlar ki, bunların hər hansı biri müstəqil bir məqalədə, müstəqil bir deyimdə yer alarsa, hər ikisi digərinin mənasını ifadə eləyir və bunu özündə əhatə eləyir. Lakin bu iki məfhum bir deyimdə, bir məqalədə hər ikisi zikr olunduğu zaman artıq bunlar hərəsi müstəqil hökm ifadə eləyir. Bayaq dediyimiz kimi, İslam zahiri əməllərlə icra olunan hökmdür, iman isə məhz qəlbin təsdiqi və batini etiqaddır. Həmçinin hədisin bizə verdiyi ən möhtəşəm faydalardan ehsan məfhumu. İslam və iman bir müsəlmanın etiqadında və əməllərində şərtdir. Bunlarsız İslam dini yoxdur. Lakin ehsan isə əməlin, imanın da, İslamın da ali dərəcəsi, insan yəqinliyinin yüksək səviyyəsi, Allah subhanahu wa ta'ala olan ibadətin ən gözəl formasıdır. Sən Allahı görürmüş kimi ona ibadət etməlisən. Əgər bunu bacarmırsansa da Allah səni görür. Bu ən mükəmməl, ən gözəl nəfs tərbiyəsidir. İnsan onu heç kimin görmədiyi
tənha bir yerdə qaldığı zaman belə bütün aləmlərin Rəbbi, bütün kainatın sahibi olan Allahın nəzərlərini öz üzərində mükəmməl şəkildə dərk eləyərsə, bunun saysız hesabsız faydaları ortaya çıxır. Bir müminin əməllərində, onun etiqadında artıq bu insan mütləq əməllərini gözəlləşdirir. O insan günahlardan çəkinməyə sövq olunur bu inancı tərəfindən. Əlini üzür günahlardan. Eyni zamanda ən mühüm faydalardan bu bəndədə mükəmməl bir təvəkkül ortaya çıxır. Aləmlərin Rəbbi olan Allahı özü ilə olduğunu hiss eləyir və sonsuz bir güvən, sonsuz bir təvəkkül əmələ gəlir bu bəndədə. Həmçinin hədisin böyük faydalarından biri, hansı ki insanların böyük əksəriyyəti bu xüsusdan əziyyət çəkir, bilmədiyin mövzuda bilmirəm deməyi bacarmağındır. Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm kimi bir şəxsiyyət bilmədiyi mövzuda sahabələrin qarşısında nə böyüklənmədi, nə təkəbbürlənmədi. Soruşandan artıq bilmir deyərək bilmədiyini bəyan elədi. Və bu məqamda xüsusilə alimlər üçün böyük bir təvazökarlıq dərsi vardır. Həmçinin qeyd eləyək, bu Cəbrail hədisi hədislər arasında dinin onurğa sütunudur. Onurğa sütunu. Bu hədisin mahiyyətini anlamaq üçün buradakı faydaları belə ümumiləşdirmək, belə cəmləşdirmək olar. Birinci növbədə təsəvvür etmək ki, İslam, hökmən İslam dininin birinci mərtəbəsidir. Sonra iman, onun üzərində isə ihsan mərtəbəsi vardır. Və bu minvalla İslam 3 mərtəbədən ibarətdir. İslam, iman və ihsan. Və yaxud bunu bir dairə yaxud çevrə şəklində təsəvvür edə bilərik. İslam dairəsi çox genişdir. Lakin İslamın içində olan hər kəs mömin deyil, həqiqi iman gətirməyibdir. İman dairəsi bu İslam dairəsinin içində nisbətən kiçik çərçivədədir. Hər mömin müsəlmandır, lakin hər müsəlman mömin deyil. İman dairəsində içində daha kiçik bir dairə var, bu da ihsan dairəsidir. Bu əməlin də sahibləri, bu səviyyənin sahibləri mühsinlər adlanır. Hər mühsin mömindir və müsəlmandır. Lakin hələ hər müsəlman və hər mömin mühsin deyil. Həmçinin bu hədis İslam dininin məfhumunu bizə bir bina kimi təsvir edir. Düşünün, İslam, yəni onlar ki zahiri əməllərdir, onlar binanın xarici görünüşü və divarları kimidir. İman isə onlar ki qəlbin əməlləridir və etiqaddır, onlar da bu binanın, bu tikilinin bünövrəsi kimidir. Bünövrəsiz divarlar yerində durarmı? Tikilər, lakin durmaz, uçar. Yaxud divarlar tikilməyəcəksə, bina inşa edilməyəcəksə, bünövrə özlüyündə bir şeyə yarayırmı? Onun nəyəsə bir faydası varmı? Onun da heç bir faydası yoxdur. Ona görə İslam dinini bu cür təsəvvür etməliyik. İman bünövrə, İslam isə bina. Yaxşı, bəs ihsan bu binanın harasıdır? Bu çox gözəl və mühüm sualdır. İhsan bu binanın ruhu, yaraşığı və gözəlliyidir. Artıq nafilə cəhətindən, kamillik cəhətindən o binanın mühafizə və yaraşıq üsullarıdır. Və sonda qeyd olunması zəruri olan mühüm bir fayda var. Bu hədisdən biz görürük ki, müqarrab mələklərin, yəni Allaha yaxın olan mələklərin, 4 mələyin ən əzəmətlisi Cəbrail aleyhisselam, ulul azm peyğəmbərlərin ən əzəmətlisi Muhammed sallallahu aleyhi və səlləmlə bir yerdə səhabələrə dinlərini öyrədirlər. İslamı öyrədirlər. Yaxud ümmətə İslamı öyrədirlər. İmanı öyrədirlər. Əgər biz bu tədrisin və təlimin üsulunu bu hədisdən götürməyəcəksə, onda bizim o təlimi və üsulubu öyrənəcək yerimiz yoxdur. Baxaq, onlar bunu necə gözəlliklə edirlər, necə ədəblə edirlər, hansı mövzunu irəli çəkib, hansı mövzunu geriyə saxlayırlar, hansı mövzudan danışıb, hansı mövzudan isə ümumiyyətlə söz açmırlar. Kaş ki biz bu hikmətlərdən bəhrələnəydik. İnşallah Teala o zaman da Allah Subhanahu wa Taala müsəlmanların dəvətində bərəkət verər. Və xülasə, mənim əzizlərim, Allah Subhanahu wa Taala bizi müvəffəq elədi ki, biz İslam dinində belə bir əzəmətli hədislə tanış olduq və bu hədisdən alacağımız xüsusi fayda və məlumat bundan ibarətdir ki, İslam dini sadəcə məlumatların, nəzəri qaydaların məcmuəsi deyil. Əslən, İslam məhz bu hədisdən göründüyü kimi hərəkətlərin,
əzaların əməllərinin qəlbin müvafiq etiqadı ilə Allahın nəzərləri altındakı birləşməsidir. Uca Allah hamımızı müvəffəq eləsin. Allahumma inna nes'alukel huda ve't-tuqa ve'l-afafa ve'l-ghina. Allahumma habbib ilayna'l iman ve zeyyinhu fi kulubina ve kerrih ilayna'l kufra ve'l-fusuqa ve'l-'isyan vec'alna minel raşidin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. أليس الله بكاف عبدا